Kasko Arena'dayıq. Ve bugün bu meydanda AFFA U13 ligasının final maçı keçiriləcək. Finalda həlledici görüşdə Sabah və Neftçi komandaları üzrə gələcəklər. Heyətlərlə tanış ola bilərik. Başlayaq əvvəlcə nominal meydan sahiblərindən Sabah komandasından. Sabahda qapını 12 nömrə Tunar Baxışlızadə qoruyacaq. 4 Rəvan Rüstəmov, 2 Çingiz Müslümov, 9 Hüseyin Musayev, 77 Əli Hüseynli, 6 Eldar Hüseynov. İndi isə Neftçinin heyətini nəzərinizə çatdırıram. Neftçidə qapını 81 nömrə Yusif İbrahimli qoruyacaq. 7 Əkbər Nağıyev, 20 Fərid Dadaşzadə, 10 Ayxan Əkbərli, 5 Hüseyin Əliyev, 14 Onur Əmirzadə, 11 komandanın kapitanı Fərid Həsənli. Hakim saatına baxır, fit səslənir və maç başladı. Uğurlar Neftçi. Raul geriyə oynadı, Yusif. Və belə bir gol oyunun 9-cu saniyəsində, ilk dəqiqədə gözlənilməz bir başlanğıc oldu. Sabah komandası hesabı açdı. Fərid çatacaqmı? Çatdı topa. Fərid Həsənli. Əslində burada ötürmə anında elə görünürdü ki, Fərid topa çata bilməyəcək, amma indi təzyiq var və gol! Ayxan Əkbərli 1-1. Hesab bərabərləşir 14-cü dəqiqədə. Ayxan Əkbərli hesabı bərabərləşdirdi. Rəqibin qoluna eyni cür qolla cavab verir Neftçi. Düzdür, Sabahın qolu birinci dəqiqədə ilk 8-9 saniyə ərzində olmuşdu. Bununla da birinci hissə başa çatır. Final görüşündə Sabah Neftçi maçında ilk hissədən sonra hesab 1-1'dir. Sabah komandası oyunda hesabı açdı. Yusif Ağayev fərqlənmişdi. Neftçidə isə Ayxan Əkbərli bərabərlik qolunun müəllifidir. Onun ötürməsi uzaqlaşdırdılar. İndi Yusif, Sabahın hücumu Yusif zərbə indirir. Ötürməsini etdi. Fərid Həsənli yenidən Onur istiqamətində. Onur Əmirzadə, Onur sol cəhətdə topla cərmə meydançasındadır. Onur ötürmə, Əkbər, gol! Əkbər Nağıyev 37-ci dəqiqədə fərq minimum enir. Rəqibin qoluna dərhal cavab verdi Neftçi. 3-2 olur hesab. Fərq yenidən minimum enir. Əkbər Nağıyev finalda artıq 5 gol var. Out. Meydanda ötürməsində etdi. Hüseyin Əliyev döndü. Hüseyin topla irəliyir. Ötürməsi sağ cəha. Əkbər Nağıyev. Əkbər mərkəzə meyləndə Nağıyevdən ötürmə. Cərmə meydançasına və gol! Gol! 3-3! Əkbər Nağıyev elə bir ötürmə etdi ki, heç kim topa toxunmasa belə top qapıdan keçdi. Əkbər Nağıyev finalda dubledir. Sabahın hücumu sağ cəha ötürmə təhlükəlidir. Zərbə indirilir, top dirəkdən qayıdır və avtogol. Hər cür bəxtsizlik yaşadıq bugün. Hər cür bəxtsizlik yaşadıq. Top dirəkdən qayıdır və öz oyunçumuza dəyərək qapıya daxil olur. 4 yerinə itirir, əlavə edilmiş 2 dəqiqədə tamamlanıb. İrəliyə ötürmə, indi Yusif İbrahimli topu götürür və hakim final fitini səsləndirir.